1926-cı ildə Bakı şəhərində Türk dünyasının tarixində mühüm bir hadisə baş verdi. Birinci Türkoloji Qurultay. Bugün həmin tarixi hadisənin 100 illiyini qeyd edərkən o dövrün əhəmiyyətini bir daha xatırlayırıq. Bu qurultay müxtəlif ölkələrdən gəlmiş alimləri, dilçiləri və ziyalıları bir araya topladı. Onların əsas məqsədi Türk xalqlarının dilini, tarixini və mədəniyyətini araşdırmaq, ortaq elmi yanaşmalar formalaşdırmaq və gələcək üçün möhkəm təməl yaratmaq idi. Qurultay zamanı bir çox vacib mövzular müzakirə olundu. Bunların içində ən diqqət çəkəni əlifba məsələsi idi. O dövrdə bir çox türk xalqları ərəb əlifbasından istifadə edirdi. Lakin alimlər hesab edirdi ki, daha sadə və müasir bir yazı sisteminə keçid vacibdir. Buna görə də Latin əlifbasına keçid ideyası irəli sürüldü. Bu qərar sonradan bir çox ölkələrdə həyata keçirildi və türk dillərinin inkişafına mühüm təsir göstərdi. Qurultayda dövrün tanınmış alimləri iştirak edirdi. Onların arasında Bəkir Çobanzadə, Əli bəy Hüseynzadə və Zəki Vəlidi Toğan kimi görkəmli şəxsiyyətlər var idi. Bu alimlər Türk dünyasının elmi inkişafına dəyərli töhfələr vermişdilər. Bu qurultayın əhəmiyyəti çox böyük idi. O, türkologiya elminin inkişafında yeni bir mərhələnin başlanğıcı oldu və türk xalqları arasında elmi və mədəni əlaqələrin güclənməsinə səbəb oldu. Lakin təəssüf ki, bir neçə ildən sonra bu qurultayda iştirak edən bir çox alim repressiyaya məruz qaldı və onların fəaliyyəti dayandırıldı. Buna baxmayaraq, onların qoyduğu irs bugün də yaşayır. Bugün, 100 il sonra biz həmin qurultayı yalnız bir tarixi hadisə kimi deyil, həm də birlik, elm və gələcəyə inam rəmzi kimi xatırlayırıq. 1926-cı il Bakı qurultayı tarixdə silinməz iz qoymuş və Türk dünyasının ortaq yaddaşına çevrilmişdir.